Mənim 2 qızım var. 2 qızımda bir oğlum var, bir gəlinim var, bir yoldaşım var. Bunların birində bircə dənə səhv tapsalar, o Facebookda mənim atamı yandırarlar. Onu bilirsən, bilmirsən? Bilirəm əlbəttə ki. Tapa bilmirlər. Axırda mənə yazdılar. Rəşid müəllim öldü, sonra vəsiyyət elədi. Öləndən sonra güya mən vəsiyyət eləmişəm. Öləndən sonra vəsiyyət mi olar, hə? 1000 dənə şey yazırlar, saxladılar, kürəkənini verilədilər, döydülər. Hamısı Şayədir bunlar. çox qəlbən, çox gözəl bir xanım. Rayonumuzda da bizim ailəmiz çox nümunəvi bir ailədir. Atam, hələ atam, anam, babam gibi. Bizdə ailə doğrudan da mehriban, hələ bir-birinə zəhər. Bax, uşaqlarımız var. Bir evdə 18-21 adam olur birdən. Ata yurduna 4 qardaşıq, 2 bacı, uşaqlarımızla. Bir dəfə onlar dalaşar mı? Onlara deyirəm ki, Siz də indi bir-birinizə elədir. qardaş Bizimkilər kimi olun. bir-birini qırır. Hə, deyirəm siz indi qardaş kimi olursunuz. Mən öləndən sonra hər əlinizə bir avtomat alacağam. Kim istəsə güllələsin ha. Bəlkə mənim qorxumdan eləyirlər onlar, Allah bilir.